İlk anlayışları ətraflı tələb edən tapşırıqlara baxaq. Demək, birinci tapşırıqda 10 qram alüminium üzərinə 16 qram kükürt əlavə olunur və maddələrdən biri tam sərf olunur. Reaksiyadan sonra artıq qalan maddənin kütləsi və reaksiya məhsulunun kütləsini tapmaq tələb olunur. Əvvəlcə alüminiumla kükürdün reaksiyasını tərtib edir. Alüminium üstəcənsin kükürt alınır, alüminium 2S3. Əmsallaşdırma apardıqda 3 kükürdədir, 2 isə alüminiumdadır. Daha sonra yazırıq. Başlanğıc, sərf olunan və artıq qalan miqdar. Demək, burada göstərilir ki, 10 qram alüminium başlanğıcda götürülüb, 16 isə kükürt götürülüb. Demək, 10 qram alüminiumdadır, 16 qram isə kükürtdədir. Buradan məlumdur ki, kükürt böyük miqdar götürülüb, 16 qram ondan artıq qalmayacaq. Artıq qalan maddəmiz alüminiumdur. Bu deməkdir ki, kükürtün sərf olunan da 16-dır. Demək, kükürtdən artıq qalan yoxdur. Artıq qalan alüminiumu tapmaq üçün də bunun sərf olunanına əsasən alüminiumun sərf olunanını tapmalıyıq. Demək, 16 qram kükürt sərf olunub. Normalda 2 vuraq 27, 54 qram alüminium demək sərf olunduqda 3 vuraq 32, 96 qram kükürt tələb olunur. Onda 16-ya da x yazaraq buradan tənasübümüzdən x-i taparıq. X buradan çıxacaqdır. Demək, 16-nı vurub 54-ə verəcəyik 96-ya. Çıxacaqdır 9 qram. Demək, alüminiumun sərf olunan 9-dur. Burada ondan 9-unu çıxarıqsa 1 qram alüminium artıq qaldığını görürük. Və bizdən nə istəyir? Reaksiyadan sonra artıq qalan maddənin kütləsi tapdıq. 1 qram alüminium reaksiyadan sonra artıq qalır. Və reaksiya məhsulunun da kütləsini istəyir. Reaksiya məhsulunun kütləsi təbii ki, alüminium 2S3-dür. Əvvəlcə biz alüminium 2S3-ün kütləsini tapaq. Demək, 2-ni vururuq alüminium kütləsi 27-yə və 3-ü vuruq kükürdün kütləsi 32-yə topladığımız zaman demək, bunun kütləsi eləyəcəkdir 150 qram. Və tənasübümüzü quraq. Demək, əgər 16 qram kükürt sərf olunanda nə qədər alındığını bilmiriksə, deyək ki, bunu bir y-ilə işarə edək. Ancaq 96 qram kükürt sərf olunanda 150 qram alüminium 2S3 alındığını bilirik. Tənasübümüz oldu. 16-ya y-dirsə 96-ya da 150. Buradan da hesablamalara əsasən y taparıqsa olacaq 16 vurulsun 150 bölünsün 96. Bu da bərabərdir 25 qram. Demək, reaksiya məhsulunun kütləsi də 25 qrama bərabər oldu. İkinci tapşırığa baxaq. İkinci tapşırıqda demək 3 valentli metaldır. 3 valentli metal oksid və hidroksidin molyar kütlələri verilibdir. X-in siqreti tapın. Bilirik ki, 3 valentli metalın oksidi X2O3 olacaq. 3 valentli metal hidroksidi isə XOH3 formuluna malik olacaq. X oksidin molyar kütləsidir. Y isə hidroksidin molyar kütləsidir və bizdən X çıx Y24 məlumdur. X və Y ayrı-ayrılıqda hesablamamızı istəyir. Bunun üçün bunun molyar kütləsindən bunun molyar kütləsini çıxarırıq. Birinci molyar kütləsi, yəni oksidin molyar kütləsi 2X plus 48. Hidroksidinki isə çıxaq. Demək 2X plus 16 ilə 1 toplasaq 17. 3-ə vurduğumuzda isə 51. Buna bərabər eləyək. Testdə verilib ki, 24-ə bərabərdir. 24. Buradan hesablamalar əsasən metalın kütləsinin neçə olduğunu tapa bilərik. X bərabərdir. Buradan 27 çıxır. Demək, metalın kütləsi 27-yə bərabərdir. Daha sonra hesablamalara bax. X və Y demək testimizdə oksid və hidroksid molyar kütləsi idi. Demək, X2O3-ün kütləsində X-in yerinə 27 yazarıq. Yəni 2 vurulsun 27 plus 16 vurulsun 3, yəni 48. Buradan hesablamalara əsasən 102 çıxar. Eyni zamanda XOH3-də də yerinə qoyub hesablama apararsa X27 idi axı. 27 üstə gəlsin, oksigen 16 hidrogen bir topladıq 17 3-ə vurduqda 51. Bunu da topladığımızda 78 olacaqdır. Demək, X və Y-in ayrı-ayrılıqda cavablarını tapdıq. Üçüncü tapşırığa baxaq. Üçüncü tapşırığımızda nə istəyir? Mis XO4-dür, oksigenin kütlə payı 40%-dir, molyar kütləsi adır. X-in kütlə payını tapaq. Yaxşı. Demək, maddəmiz mis XO4-dür. Burada oksigenin kütlə payı bərabərdir 40%. Molyar kütlə, yəni maddənin emiri isə bərabərdir A'ya.
və x-in kütləsi payı omega x bərabərdir b. Bunların hər birini ayrı-ayrılıqda tapmağı tələb edir 3-cü tapşırıqda. Demək, birinci bu 40%-dən istifadə edək. Yazaq 40 bərabərdir oksigenə aid olduğuna görə buradakı oksigenimiz göründüyü kimi 64 qramdır. 64 bölünsün. Maddənin ümumi kütləsini yazarıqsa biz 64, x-in kütləsini bilmirik. Oksigen isə 16 vuraq 4, yəni 64-ə bərabərdir vuraq 100. Buradan x-in kütləsini taparıq 32. Demək, x-in öz kütləsi 32 qrama bərabərdir. A molyar kütlədir. Testdən bizə məlumdur. Mis x o 4-ün molyar kütləsidir. Yəni mis 64 plus x 32, oksigen isə yenə 16 vursun 4, 64. Bunları da cəmlədiyimiz zaman 160 çıxacaq. Və demək x-in kütlə payı b-ni istəyir. B bərabərdir. X burada tapdıq ki 32 qramdır. 32-ni bölürük. Maddənin kütləsi də artıq bizə məlumdur 160-a. Vururuq 100-ə. Buradan isə cavabımız 20% çıxacaqdır. Demək 20% də x-in kütlə payı deməkdir. 4-cü tapşırığımıza keçək. Demək 4-cü tapşırığımızda çox sadə bir tapşırıqdır. ETS ilə su bilirsiniz ki, ETS maye halındadır və suda həll olur. Suda həll olan mayeləri sudan ayırmaq üçün distillə suyundan istifadə olunur. Bir yağda maye olmasına baxmayaraq suda həll olmur. Suda həll olmayan mayeləri isə sudan ayırmaq üçün demək durultma solundan istifadə olunur. 4-cü tapşırığımızı cavablandırdıq. 5-ci tapşırığımıza baxaq. 5-ci tapşırığımızda demək x-y birləşməsində mx-in nisbəti my-ə 3/4 kütlə nisbətindədir. Eyni kütlədə, demək eyni kütlədə götürülmüş x və y arasında reaksiyadan sonra maddələrindən birindən 5 qram artıq qalır. Aşağıdakıları hesablayın. Demək x-lə y reaksiya daxil olduqda testimizdə məlumdur ki, x, y əmələ gətirir. Yenə başlanğıc sərf olunan artıq qalan qeyd edəriksə, demək 3/4 nisbətində x 3k olarsa, y də 4k-dır. Acaba bunların verilmiş nisbətləridir. Demək, eyni kütlədə götürdükdə bilirik ki, böyük kütlə əsasən hesablama aparıb. Yəni bu ikisinin hər birinin demək başlanğıc miqdarı 4k-ya bərabərdir. 4k x-dədir, 4k y-dədir. Sərf olunanlar isə artıq bizə testdən məlumdur 3/4 nisbətində. Yəni 3k x-də sərf olunub, 4k y-də sərf olunub. Belə nəticəyə gələ bilərik ki, y-də ümumiyyətlə artıq qalma yoxdur. X-dən isə 4k-nın 3k-dan çıxdıqda 1k qədər artıq qalma var. Ancaq testimizdə deyir ki, maddələrdən birindən 5 qram, yəni x-dən 5 qram artıq qalır. Birinci tapşırığımızda neçə qram x, y alınan soruşur. Demək, biz bilirik ki, sərf olunan kütlələrdən hesablama apararaq deyə bilərik ki, başlanğıc maddələrin kütlələri cəmi reaksiyadan alınan maddələrin kütlələri cəminə bərabərdir. Yəni, 3k ilə 4k-yı topladığımız zaman 7k x, y-in alınan kütləsi götürə bilərik. O zaman tənasüb qrup birincini tapmaq üçün. Demək, əgər k artıq qaldıqda 7k qədər x, y əmələ gəlirsə, 5 qram artıq qaldıqda nə qədər əmələ gəlir? Deyək ki, bir A ilə işarələsək, A bərabərdir 35 qram çıxacaq. Demək, birincinin cavabı 35 qramdır. İkinci də eyni şəkildə tənasübümüzü quraq. Neçə qram x reaksiya daxil olunur, yəni sərf olunur. Tezdən görürük ki, əgər 3k reaksiya daxil olduqda k qədər artıq qalma varsa, bəs nə qədər reaksiya daxil olduqda 5 qram artıq qalma var. Bu zaman tapdıqda 15 qram demək daxil olan tapırıq. İkincidə isə neçə qram x reaksiya daxil olur dediyi zaman 15 qram x-in reaksiya daxil olduğunu aydınlaşdırdıq. 6-cı tapşırıqda. 6-cı tapşırıqda m qram kükürt və 64 qram SO2-dən ibarət qarışıqdır. Demək, qarışığımızda m qram kükürt var, eyni zamanda 64 qram SO2 var. Yandırılmasından sonra bilirik ki, təbii ki, kükürt yanacaq. Kükürt oksigenlə qarşılıqlı təsirdə olub SO2 əmələ gətirəcəkdir. Demək, m qram kükürt daxil olubdur. 32 qram kükürt daxil olduğu zaman SO2-nin kütləsi 64-dür. 64 qram SO2 əmələ gəlir. Bəs m qram kükürt daxil olduqda nə qədər əmələ gəlir? Buradan tənasübdən hesablasaq 2m qədər SO2-nin alındığı bizə məlum olar. Bu zaman bizə tapşırıqda deyir ki, qarışığın yandırılmasından sonra qabda 320 qram SO2 olur. Bu 320 qram SO2-nin tərkibində nə var? Bir əmələ gəlir, yəni 2 qram qədər SO2. Bir də isə qarışığın əvvəlində götürülmüş 64 qram SO2 vardır.
2m plus 64 bərabərdir. 320 yazaraq buradan m-i hesablaya bilərik. M-i hesabladığımızda demək 320-dən 64-dən çıxıb 2-yə böləcək. O da 256 2-yə də böldüyümüz zaman 128 m bərabərdir 128 qram alındığı artıq bizə məlumdur. Birinci tapşırıqda reaksiya tərliyini yazmağı tələb edir. Hansı ki onu biz yazdıq. Küçük oksigendən SO2 küçük dioksid verir. İçin qarşılıqda küçüğün kütləsinin qramlı, yəni m-i tapın. Biz onu tapdıq 128 qramdır. Və reaksiya sərf olunan oksigenin həcmini litrlə hesablayır. Təbii ki tapa bilərik. M-i artıq tapdıq 128 qram. Tənasübdən bizə məlumdur ki 32 qram küçük yandığı zaman 22,4 litr oksigen sərf olunur. Bəs 128-də nə qədər sərf olunacaqdır? X çıxacaqdır 89,6 litr. Demək, sərf olunan oksigen həcmi 89,6-ya bərabərdir. 7-ci tapşırığımıza baxaq. Demək, 7-ci tapşırığımızda nə var? 7-ci tapşırığımızda 2 valentli metal xlor turşusu reaksiyasını yazmağı tələb edir. Təbii ki, yaza bilərik. Metal xlor turşusu ilə 2 mol xlor turşusuna qarışıq təsirdə olduqda metalın duzu, 2 valentli metalın duzu və hidrogen əmələ gətirəcəkdir. Demək, qrafikdə biz nə görürük? Görürük ki, metal xlor turşusuna qarışıq təsirdə olub, hidrogen əmələ gəlib, ancaq alınmış hidrogen xlorla yenidən qarışıq təsirdə olubdur. Demək, ikinci bir reaksiya tərtib eləməliyik. Hidrogenin xlorla reaksiyasının 2 mol H-xlorun əmələ gəlmə reaksiyası. Və buradan bizə göstərir ki, 56,8 qram xlor reaksiyaya daxil oldu. Xlorun kütləsi testdə məlumdur bizə 35,5. 2-yə vurduğumuz zaman isə 71 qram olacaq. Və bu cür ikili reaksiyalarda hesablama apardıqda bununla hesablamaq bizə daha asandır. Yəni biz bu reaksiyaya nə qədər neçə mol hidrogen sərf olunduğunu tapa bilərik. Yəni A mol hidrogen üçün 56,8 qram, 1 mol hidrogen üçün 71 qram xlor sərf olunub. Buradan A tapdığımız zaman 0,8 olur. Və bu aldığımız 0,8-i gətirib birinci reaksiyada hidrogenin üzərinə qoyuruq, yəni mol. Aşağısı 1 mol. Testdən görürük ki, 32 qram metal reaksiyaya daxil olub. Metalın öz kütləsi isə bizə məlum deyil. Demək, tənasübdə 32 qram metal üçün 0,8 mol hidrogen ayrıldığını, bəs metalın öz kütləsi üçün isə 1 mol hidrogen ayrıldığını bilirik. Bu zaman metalın öz kütləsini tapsaq 40 qram çıxacaqdır. Demək, reaksiya tərinin əmsallaşdırdıq. Metalın nisbi molekul kütləsinin isə 40 olduğunu aydınlaşdırdıq. 8-ci tapşırıqda demək, maddə verilib, formulu məlumdur, CnHnO3. Burada bizə məlumdur ki, oksigenin kütləsinin hidrogenin kütləsinin nisbəti 8-ə bərabərdir. Demək, biz bu formulda oksigenin kütləsini bilirik. 48 qramdır. Yaza bilərik 48 bölünsün. Hidrogen kütləsini isə m-lə. Demək, 1 qram olduğuna görə m-ə də vurduğumuz zaman m edir, bərabərdir 8-ə. Demək, buradan m-ə 6 tapırıq. M bərabərdir 6. Bizə də testdə m və n-i soruşur. M-i tapdıq. N isə karbona aiddir. Karbonu tapaq. Demək, karbon burada 12 öz kütləsi ilə vurduğumuz zaman 12 n olduğunu görürük. Testdə isə karbonun kütləsinin hidrogenin kütləsinə nisbətinin 6-ya bərabər olduğu məlumdur. Demək, yaza bilərik 12n nisbəti, artıq hidrogenin kütləsini tapmışıq. N bizə məlumdur 6 bərabər 6-ya. Buradan 12n bərabər 36-ya, n bərabərdir 3-ə məlumdur. N-i də tapdıq 3. Demək, n və n artıq bizə aydındır. 9-cu tapşırıqda bizə nə deyir? 9-cu tapşırıqda demək, XSO4 və YSO3 dozları verilibdir. XSO4 və YSO3. Testdə məlumdur ki, kükürdün kütlə payı hər ikisində eyni qiymətdir. Bu bizə göstərir ki, yəni XSO4-ün nisbi molekul kütləsi, molar kütləsi ilə YSO3-ün ki, bir-birinə bərabərdir. Və Y çıx X fərqini soruşur. Belə yaza bilərik. YSO3 çıxsın X SO4. Bizə bu nəticə lazımdır. Bu nəticəni tapmaq üçün də demək, nə etməliyik? Müəyyən hesablamalar aparmalıyıq. YSO3-ün kütləsi axı tapdıq ki, kükürdün kütlə payının eyni olduğundan qənaətinə gəldik ki,
x SO4-ün kütləsinə bərabərdir. Baxın, eləməz buradan hesablama apararıqsa, yazarıq y plus 3-ün kütləsi 32 plus 16-ın 48 bərabərdir. Demək, x üstəcilə küçürdüyün kütləsi 32 plus oksigen kütləsi 64. Buradan hesablama apararaq y çıxar x-in 16-ya bərabər olduğunu görək. Demək, y-in x fərqi 16-ya bərabərdir. İkincisində isə b böl a nisbətini soruşur. b böl a nisbəti məhz oksigenin kütlə payının birini digərinə nisbət deməkdir. Demək, bu birləşmədə emellər bir-birinə bərabər olduğuna görə baxın, görürük, elə sadəcə oksigenin kütlələrinin nisbətini tapa bilərik. Yəni, b böl a bərabərdir. B-də b, y, SO2 aid daxil. Burada 48 qram oksigen var. 48. Demək, a isə x SO4 də 64 qramda burada vardır. Bu da, demək, ixtisar getdiyi zaman 4-də 3, yəni 0,75-ə bərabərdir. B böl a nisbəti isə 0,75 oldu. 10-cu tapşırığa baxaq. 10-cu tapşırıqda bizə nə deyir? Demək, 10-cu tapşırıqda sintesin oksigenlə reaksiyası yazılıbdır və burada müəyyən hesablamalar aparılıbdır. Yaxşı, reaksiyanı tərtib edə əvvəlcə 2 sink-S, 3 oksigenlə reaksiyada 2 sink-O və 2 SO2 verəcəkdir. Demək, burada testimizdə sink-S-in reaksiyada daxil olan kütləsi x-dir. Aha, qeyd edilir. Reaksiyadan alınan sinkonun kütləsi x - 6,4. Baxın, buradan bizə məlumdur ki, bu ikisinin kütlələri arasındakı fərq 6,4-də bərabərdir. Biz onda bunların öz kütlələrini tapaq. 2 sink-S, demək 2 vurulsun, bunun kütləsi 97-dir. 2-ni də 97-yə vurduğumuz zaman 194 eləyəcək. 2 sinko isə 2 vurulsun, 65 ilə 32-nin 16-nın cəmi. Bu da 81-dir, bu isə 162 deməkdir. Demək, biz 194-dən çıxaq 160 normalda bunlar arasındakı fərqi tapaq. 32. Yəni, bərk qalıq reaksiyadan əvvəl və reaksiyadan sonra 32 qram azalma ilə nəticələnibdir. Daha sonra, demək, nəyi soruşur? Baxaq və tənasübümüzü quraq. Reaksiyadan sonra alınan SO2-nin həcmi y işarəli və y soruşur. Y-i necə taparıq? Baxın, normalda əgər azalma 32 qram olarsa, bu zaman nə qədər SO2 əmələ gəlir? 2 vurursan 23,4, yəni 44,8-dir. Bəs azalma 6,4 olarsa, nə qədər SO2 əmələ gələcəkdir? X litr. Daha doğrusu testdə y işarəli, bizə y işarəli. Buradan y-imiz çıxacaqdır. 0,2 vurursun 44,8, 8 tam %96. Eyni şəkildə x-i tapaq. X nədir? Reaksiyaya daxil olan sinkesin kütləsidir. Düzdürmü? Reaksiyaya daxil olan sinkesin kütləsi nə qədərdir? Buradan bizə məlumdur. 194 qramdır. Onda, əgər 194 qram sinkes reaksiyaya daxil olduqda, burada tapmışıq 32 qram azalma olarsa, bəs 6,4 azalma olduqda nə qədər sinkes reaksiyaya daxil olubdur? X işarələdik. X bərabərdir yenə 0,2-ni 194-də vurduğumuzda 32,8 qram olduğunu görürük. Cavablarımızı tapdıq. 32,8 ilə 8,96. Daha sonra 11-ci tapşırığa baxaq. 11-ci tapşırıqda nə var? Demək, XO2 veribdir. XO2-də oksigenin kütlə payı demək 50%-dir. Bu deyir, yəni birləşmədə X-in kütləsi oksigen kütləsinə bərabərdir. Yəni X bərabərdir 32-dir, 50% yarı-yarı. Yəni ikisinin də kütləsi bir-birinə bərabərdir. Və bizdən demək B-yi soruşur. B nədir? X-in kütləsi. Bunu buradan asanlıqla tapdıq və XO3-də oksigenin kütlə payını istəyir. Bunun üçün demək XO3-də omega oksigen istəyir bizdən. Bu da bir aynen işarə olunub. Bunu necə yazarıq? Oksigenin kütləsi 16 vuraq 48 qramdır. Məxrəstəsi X plus 48 var. Vurulsun 100%. X yuxarıdan tapmışıq. 32 qram. Gətirib yerinə qoyduğumuzda 48 bölünsün. 32 plus 48 vurulsun 100. Bu ikisinin cəmi 60 qram deməkdir. Buradan da nəticə çıxacaq. 48-ə 60-a, demək 80%. Nəticədə 80% olduğunu tapdıq. Yaxşı, bu da 11-ci tapşırığımız. Keçək 12-ci tapşırıq. 12-ci tapşırığımızda nə var? 12-ci tapşırığımızda demək X2O3 var, YSO4 var. X2O3-ün kütləsi M-dir.
YSO4-ün nisbi molekul kütləsi M. Daha sonra oksigenin kütlə payı 30. YSO4-də isə oksigenin kütlə payı A-ya bərabərdir. Biz burada nə etməliyik? Hesablama aparmalıyıq. Nədir? Nisbi molekul kütləsi M və M bir-birinə bərabərdir. Yəni nə edirik? X-CO3-ün kütləsi bərabərdir YSO4 deyə bilərik. Birinci birləşmədə omega oksigen bərabərdir 30%. Bundan istifadə edərək hesablamamızı aparaq. 30 bərabərdir. Demək X-CO3-də 48 qram oksigen var. 48 bölsün 2x plus 48 vurulsun 100%. Buradan x-i taparıq. Hesablama aparıb x-i tapdığımızda x çıxacaq. Demək 160-dan çıxıb 48-in 112 2-də böldüyümüzdə 56. X çıxacaq 56 qram. Yaxşı, x çıxdı 56 qram. X elementin nisbi atom kütləsini tapın deyir. Tapdıq. Birinci də cavab 56-dır. Və ikinci də oksigenin kütlə payını YSO4-də istəyir. YSO4 əvvəlcə kütləsini tapacaq. Necə? Baxın burada. Burada biz dedik ki, X-CO3-ün kütləsi YSO4-də bərabərdir. X artıq 56 tapmışdıq, düzdür? 56-ın vursaq 2, 112, üstünə də 16 vururuq. Yəni 48 gəlsək, bunun kütləsi 160 eləyəcək. Bu zaman biz burada oksigenin kütlə payı omega oksigen bərabərdir. Burada görürük ki, 64 qram oksigen var. 64-ü bölərik. Artıq bunun emir bizə məlumdur. 160-a. Vurarıq 100-ə. Buradan isə 40% alınacaqdır. Cavab 40% olacaq. Daha sonra keçdik demək 13-cü tapşırığa. 13-cü tapşırıqda bir mol üzü maddənin tam yanması zamanı sərf olunan oksigen və reaksiya məhsulları mol sayının zamanın asılı olaraq dəyişmə qrafiki verilir. Yaxşı, qrafiki əsasən verilənləri qeyd edirik. Demək, X üzvü maddədir. X üzvü maddədir. Oksigenlə qarşılıqlı təsirdə olub. Qrafik əsasən karbon qazı və su əmələ gəlibdir. Üstə gəlsin H2. Demək, qrafik 1 mol maddə üçündür. 1 mol maddə üçün görünür ki, 3 mol karbon qazı əmələ gəlib. 4 mol su əmələ gəlib. 4/5 isə oksigenə aiddir. Yaxşı, buradan görünür ki, 3 karbon var. 4 dəfə 2, 8 hidrogen var. Bəs bu maddəmiz oksigenlə üzrə birləşmədi ya, bunu necə tapaq? Burada olan karbon qazında olan oksigenlər 3 dəfə 2-nin 6. Suda olan oksigen isə 4-ə bərabərdir. 6 ilə 4 cəm ediyimizdə 10 çıxır. Bəs burada olan oksigen nəyə bərabərdir? 4/5 buraxır ki, yəni 9-a bərabər olmadı. Demək, oksigenlərdən biri X-in tərkibindədir. Demək, formulumuz C3H8 odur. Bizdən atomların ümumi sayını. C3H8 odur. 3 karbon, 8 hidrogen, bir dənə də oksigen vardır. 3-dən 8 topladığımızda 11, üzərinə də biri gəldiyimizdə 12. Atomların ümumi sayı demək ki 12-dir. Daha sonra burada biz eyni zamanda karbonun kütlə payını hesablamalıyıq faizlə. Bunun üçün yazaq omega karbon bərabərdir. Birləşmədə 3 karbon var. Yəni 12 vur 3. 36 bölsün maddənin emiri. 36 bölü 8 qram hidrogen və 16 qram oksigen. Vurulsun 100%. Buradan da hesablamadığımız zaman 36 bölü 60'a vuracaq üzə. Yəni 60% nəticə. 60%-dən nəticə. Karbon kütlə payı 60%-ə bərabərdir. 14-cü tapşırıq. 14-cü tapşırığımızda XS və XKS maddələri verilibdir. XS və XKS. Kükürdün kütlə payı A və B. B bölü A isə 0,6-ya bərabərdir. Yaxşı. Demək, birincidə kükürdün kütlə payı necə yazarıq? 32 bölsün 32 plus 2 vurulsun 100%. Bu birincidə. İkincidə isə omega kükürt bərabərdir. 32 bölsün 32 plus 2x vurulsun 100%. Demək, bu nisbət testimizdə 0,6 ilə işarələnibdir. Demək, bunu onda necə yazarıq? B bölü A yazıb BX2 aiddir. Onda birinci bunu yazarıq. 32 bölsün 32 plus 2x'in nisbəti bilir ki, artıq vurmaya çevriləndə bunun tərsini yazırıq. 32, burada isə 32 plus x yazırıq. Bu bərabərdir 0,6-ya. Buradan hesablama apardığımızda x çıxacaqdır. Demək, 32-lər ixtisar gedəcək və nəticədə x hesablasaq 32
64. Aha, 64 çıxacaq. X-in kütləsi demək 64-ə bərabərdir. X atomun X elementin icmai kütləsi atom kütləsi 64 və B-ni hesablanır. B-ni də gətirib X-in yerinə 64 qoymaqla hesablaya bilərik. B nə idi? X 2S-də küçüldün kütlə payı. X 2S-də küçüldün kütlə payını biz burada bu şəkildə yazmışdıq. Düzdürmü? Artıq burada omega bizə məlumdur. 60, demək omeganı tapmalıyıq. X bizə məlumdur. 64. Onu da yazarıq B bərabərdir. 32 bölünsün. 32 bölünsün. 32 plus 2x işarələmişdik axı. 2-ni 64'e vurduğumuz zaman eləyəcəkdir 128. Bu da vurursan 100%. Buradan da hesaplama apardığımızda neçə faiz çıxdığını görürük. 32 ilə 128 toplasaq eləyəcəkdir 20%. Bu da eləyəcək 20. Beni hesabladıq. B isə 20%-ə bərabərdir. 15-ci tapşırıq. 15-ci tapşırıqda müsbət kükürdün reaksiyası var. Müsbət kükürdün reaksiyasından əmələ gələn misesin kütləsi 48 qramdır. Və bizdən bunların birinin tam reaksiya daxil olduğunu deyir. Demək ki, bunlardan birindən müəyyən miqdar qədər artıq qalacaq. Bizdən zaten reaksiyadan sonra qabda olan bərk qalığın kütləsini və onun tərkibində misin kütlə payını soruşur faizdən. Demək, mislə kükürdün reaksiyasını yazıq. Mis üstə gəlsin kükürd, alınır mises. Yenə başlanğıc, sərf olunan və artıq qalan. Mis 4m qram qədər götürülübdür. Bunun başlanğıc kütləsi 4m bərabərdir. Kükürd isə m qədər götürülübdür. Əmələ gələn misesin kütləsi isə 48 qramdır. Yaxşı. Maddələrdən biri tam sərf olunur. Demək, birindən artıq qalır. Demək, gördüyümüz qədəri ilə M tam sərf olunacaq. Kükürdün, baxın, sərf olunanı ilə hesablasaq, bu bizə tam aydın olacaq. M qram kükürd 32, öz kütləsimiz 64. Məsələn, burada tənasüb qursaq yazsaq ki, 64 qram mis üçün 32 qram kükürd sərf olunur. X qram mis üçün M sərf olunur. Buradan 2M alındığını görərik. Demək, misin sərf olunan kütləsi 2M'dir. Görürük ki, kükürddən artıq qalmadı. Ancaq misdən 64M-dən 2M çıxdığımız zaman 2M qədər misdən artıq qaldığı aydın oldu. Yaxşı, reaksiyada maddələrdən biri tam sərf olunur, tam reaksiya daxil olunur. Demək, bu kükürdür. M hesablayın. M necə tapacaq? Misesin kütləsi testimizdə 48 qram veribdir. Əvvəlcə misesin M-ni tapaq. Demək, 64-ün üstünə 30 gəldiyimizdə 96. Və artıq tənasübümüzü qura bilərik. Necə quracaq tənasübümüzü? Misesin kütləsini tapmaq üçün. Demək, M əvvəlcə hesablayaq. M əvvəlcə hesablamaq üçün tənasübümüzü yazaq. Əgər demək, bizə nə verir? Deyir ki, reaksiyadan sonra alınan misin kütləsi 48 qramdır. Tənasübdə yaza bilərik də, baxın, reaksiya daxil olma edilən kütlələr cəmi, reaksiya nəticəsində alınan edilən kütlələr cəminə bərabərdir axı. 2M plus M bərabərdir 48 yazarıqsa, 3M bərabərdir 48, M isə bərabərdir 16. Əvvəlcə M-i tapaq. M-in 16 olduğu artıq bizə məlumdur. Bundan sonra hesablama apara bilərik. Necə hesablama aparacaq? Demək, reaksiyadan sonra qabda olan bərk qalığın tərkibində reaksiyadan sonra nə var bizdə? 2M qədər mis var və testdə verilib ki, 48 qram qədər də mis S var. Yaxşı, 2M qədər mis, 2-ni artıq M-i tapışıq burada 16, 2-ni 16-ya vuracaq 32, 32 ilə də 48 toplayacaq 80. Yəni, reaksiyadan sonra əlimizdə 80 qram bərk qalıq var. Yazdıq məxrəci. 100%-ə də vuracaq. Bəs nə soruşur? Mis S-in kütlə payını. Mis S nə qədərdir? 48 qram. 48-i 80-ə vurub 100-ə böldüyümüzdə də ixtisar gedərsə 60% qalacaq.